5.2 Yaddaş qurğuları, periferiya qurğuları. Birinci sual, verilmiş qurğunun adını müəyyən edin. Bu verilmiş qurğu HDD, yəni sərt disk, həm də Winchester deyilir. İkinci sual, daxili yaddaş qurğularını müəyyən edin. Daxili yaddaş qurğuları birinci daxili RAM-dır. HDD xarici yaddaş qurğusu, ROM daxili yaddaşdır. FTD xaricidir. Cache yaddaş daxili yaddaşdır. CDR xaricidir. SSD xaricidir. 1, 3, 5. Cavab B variantı. Maqnit disklər üzərində qurulmuş xarici yaddaş qurğuları hansılardır? Maqnit disklər üzərində qurulmuş xarici yaddaş qurğuları hard disk və disketdir. Cavab A variantı. Optik disk yaddaş qurğuları CDR və DVD-dir. A variantı. Daxili yaddaş qurğusudur. Daxili biz dedik CD xarici yaddaşdır, DVD xarici yaddaşdır, HDD xaricidir, FTD xaricidir, RAM daxili yaddaşdır və həm də operativ yaddaş müvəqqəti yaddaşdır, həm də operativ yaddaş. Hansı yaddaş qurğusu daha çox tutur? Burada hard diskdir. Yəni sərt disk. 6. A variantı. Əməli yaddaş qurğusunun adı nədir? RAM-dır. 7. E variantıdır. Əməli yaddaş, müvəqqəti yaddaş, operativ yaddaş. 8. Cari disk necə adlanır? İstifadəçinin zamanının hal-hazırki anında istifadə etdiyi diskə cari disk deyilir. 8D variantıdır. 9. Məlumat silmək mümkün olmayan qurğunu müəyyən edin. Məlumat silmək mümkün olmayan qurğu. 9-da D variantı. CDR-dir. Sonra 10-cu sualda operativ yaddaşın təyinatı nədir? Sistemin işini sürətini artırır, verilənləri müvəqqəti saxlamaq üçündür. Onda B variantıdır. 11-də yaddaş qurğusudur. RAM yaddaş qurğusudur. Yaddaş qurğularından hansının həcmi daha böyükdür? HDD yaddaş. 13-cü sualda A variantı. 13-cü sual. Disketin informasiya həcmi əsasən nə qədər olur? Disketin informasiya həcmi 1,44 MB olur. Çox vaxtı cavab 13-də C. 14-cü sual. Uşaq hazırda kompüterdə musiqi dinləyərsə, onun gördüyü iş hansı yaddaşda? Operativ yaddaşda saxlanılır əlbəttə. Yəni RAM müvəqqəti yaddaşda. Xüsusi düymələri müəyyən edin. 15-ci sual. Xüsusi düymələr Control, F-lər funksional düymələrdir. Home, Caps Lock, Home idarə etmə düyməsidir. Escape. 1, 4, 5. Cavab B variantı. 2 ilə üst deyil. Home idarə etmə 1, 4, 5. 16. Hansı qurğu qrafik təsvir rəqəmsal formada kompüterə daxil edilir? Scanner. Giriş qurğusudur. Məlumatı daxil etmək üçün. Yəni qrafik təsviri. 16B. 17. Scanner qurğusunun funksiyası nədir? 17 ilə 16-da deyildi. Kağız üzərində olan informasiyanı kompüterə daxil etmək. 17B. 17-16-da ilə eyni sual sayma olar. 18. Printer hansı növləri var? Printerin
Lazerli, şırnaqlı və matrisli növləri var. Ştrik kod, görüntü, maqnit bunlar skanerin növləridir. Uyğunluğu müəyyən edə. Funksional düymələr dedik. F1 funksional düymədir, 1F1. Xidməti klavişlər kontroldur, tabdır, C-dir. Home-la da becəbsə, aynen de E. Kursorun idarə olunması. 1-ə B, 2-ə C-D, 3-ə A-E. Cavab oldu D variantı. 19-cu sual D variantı. 20-ci sual hansı printer növündə kağız üzərində dökülmüş qurğu rəng tozu kağıza birləşdirilir? Bu lazerlidir. Lazerli printerlər istiliklə, şua ilə yəni kağız üzərinə rəng tozları pişirilir. 21-ci sualda prosesorun daxilində yerləşən hesab məntiq qurğusu hansı qurğunun nəzarəti altında olur? İdarə etmə qurğusu. 1D. 22. Şırnaqlı tipli printerlər necə işləyir? Mürəkkəb damlaların kağız üzərində püskürtülməklə çap etdirilir. 22-yə də A variantı. 23-cü sual kursoru idarə edən düymələr bayaq dedik home onlardan biridir. Home end, page up, page down, cavab B variantı. Və sol, sağ, yuxarı, aşağı bu işarələrdə olur. 8 dənə idarə etmə düyməsi var. 24-cü sual giriş qurğularını müəyyən edin. Giriş qurğuları Siçan giriş qurğusudur, Scanner giriş qurğusudur 1-3, sonra mikrofon giriş qurğusudur 5-ci və qrafik planşet 1-3 5-7 cavab C variantı. Giriş qurğusudur. Giriş qurğusu mikrofon giriş qurğusudur 1-ə E, çıxış qurğusu printer və qrafik planşet də BE giriş qurğusudur. Printer AC plotter və printer çıxış qurğusudur. Yaddaş qurğusu da hard diskdir 3 ədəd. BE, AC və 3 ədəd A variantı. 25 A variantı. 26-da uyğunluğu yenə müəyyən edin. Giriş qurğuları scanner, sonra çıxış qurğusu. Çıxış qurğuları yenə AC, printer və plotter. Yaddaş qurğuları isə EDD və RAM-dır. 1-ə B, 2-ə AC, 3-ə D. 26 oldu D variantı. 27-ci sual mouse qurğusunun təyinatı nədir? İnformasiyanı daxil etmə qurğusudur. 27 C variantı. 28. Doğru mülahizələri müəyyən edin. Klaviatura giriş qurğusudur. Bəli, giriş qurğusudur. 28 oldu A. Giriş qurğusu 29-cu sual giriş qurğusu deyil, mikrofon girişdir, klaviatura girişdir, monitor çıxış qurğusudur. 30-cu sual monitorun keyfiyyət ölçüsü nə ilə təyin olunur? Piksellə təyin olunur. 30-cu sual A variantı. Monitor nədir? Verilənləri əks etdirən qurğudur. Bəli. 31-ci sual A variantıdır. 32-ci sual. DP nədir? Bir düymə düşən nöqtələrin sayıdır. 32 A variantıdır. 33-cü sual. Matris printerlər iş prinsipi necədir? Çəkicinin iynələri rəngli lentə
siləmə ilə kağız üzərində təsvir alınır. Bəli, matrisli də iynələr idi. 33-də cavab C variantıdır. 34 funksional klavişlər qrupuna hansı idi? Bir vaxt dedik ki, F-lər funksional klavişdir, F5 funksional klavişdir. Cavab 34-də C variantı. 35-də giriş qurğuları nə üçün istifadə edilir? Verilənləri kompüterə daxil etmək üçün E variantı. 36 monitorun ekran diaqonal ölçüsü nə ilə ölçülür? Düyümlə ölçülür. 36 A variantı. Bir düyüm 2,54 santimetrdir. Sonra 37-ci sual. 37-də perifer qurğuların təyinatı nədir? İnformasiyanın daxil və xaric edilməsi. Çıxış və giriş qurğuları, periferiya qurğuları sayılır. 38 HDMI portunun xüsusiyyəti hansıdır? Monitor və proyektorların qoşmaq üçün portda həm görüntünü, həm də səsi informasiyasının əks etdirir. Cavab C variantı 38. Vega'da isə sadəcə görüntünü əks etdirmək üçündür Vega. HDMI kabel həm görüntünü, həm səsi əks etdirir, Vega sadəcə görüntünü əks etdirir. 40-cı sualda verilmiş dəqiqlərdən hansı doğrudur? Lazerli printerin sürəti dəqiqədə çap etdiyi içləri səhifələrin sayıdır. 1 düzdür. Sonra matrisli printerlərin sürəti var. Dəqiqədə çap etdiyi səhifələrin sayı lazeriyə aiddir. Demək 2 səhvdir. Matrisli printerlərin sürəti 1 saniyədə çap etdiyi simvolların sayıdır. Bəli, düzdür. 3 düzdür. Sonra lazerli 1 saniyədə o matrisliyə aid olduğu üçün səhvdir. Bir də lazerli 1 dəqiqədə çap etdiyi səhifələrin sayıdır. Saniyədə yox. Sonra da ekran üfüqi və şaquli istiqamətdə pikselin sayı ekranın çözümlülüyünü müəyyən edir. Bəli, bu düzdür. 6-da ekran ölçüsü dedikdə eni və hündürlüyü nəzərdə tutulur. Xeyr, diaqonalın uzunluğu nəzərdə tutulur. 1, 3, 5 cavab. 41-ci sual ekran çözümlülüyü deyəndə bir vaxt bunu dedik. Ekran üfüqi və şaquli istiqamətlərində piksellərin sayı. 41-də də D variantı. 42-ci sual. Doğru mülahizələri müəyyən edin. Skaner informasiya elektron sürətini çıxardan qurğudur. Bəli. Elektron yəni kompüterə göndərməyindən gedir söhbət. 42-də 2 monitorun ölçüsü dedikdə üfüqi və şaquli piksellərin sayıdır. Xeyr, diaqonalın uzunluğu idi. Sonra monitor piksellər nə qədər kiçik olarsa monitorun ölçüsü xeyr, bu da düz deyil. Monitorun piksellər nə qədər kiçik olsa görüntü keyfiyyəti görüntü o qədər keyfiyyətli olar. Bəli, 4 düzdür. Bir kompüterə bir neçə xarici yaddaş qurğusu qoşmaq olar. Bu da düzdür. Cavab 42-də D variantı. Sonra 43-də aşağıdakılardan hansıları doğru deyil? Funksional klavişlərin sayı 12-dir, düzdür. Yəni bu düz sayaq, çıxaq qoyduqlarımız cavab olacaq. Home xidmətidir. Xeyr, home idarə etməkdir. Caps Lock düyməsi yalnız rəqəm klavişini aktiv edir. Xeyr, böyük hərflər Caps Lock böyük hərf yazmaq üçündür. Numlock rəqəmləri aktiv edirdi. Onda cavab 2-3. 2-3 olan yoxdur. Cavab elə 2-3-dür. Insert Shift, Control xidməti klavişlərdir. Düzdür. Cavab burada doğru deyil deyirdin. 2 ilə 3-ü götürürük. 44-cü sualda
Klaviaturanın xidməti klavişləri olan sıranı müəyyən edin. Deyir, xidməti klavişlər dedik, Enter, Tab, Control, Insert və Delete-dir. 4A variantdır. Beşinci sualda informasiyanı uzun müddətli saxlamaq üçün istifadə edilən yaddaş qruplarını müəyyən edin. Disket, FTD, HDD və CD-RW uzun müddətli həm də xarici yaddaş qurğularıdır. Cavab 2, 4, 6 C variantı.